ilə dəyərli həmkarım İlhanı salamlayım. İlhan, bir daha xoş gördük səni. Bu havada vəziyyət necədir? Bəli, əziz Gönül və əziz tamaşaçılar, hər birinizi bu gözəl havadan salamlayıram. Həqiqətən də hava çox gözəldir, amma gözü görmür. Elə mən də vaxt itirmədən hava haqqında məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, sinoptiklər bildirir ki, martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 13-18 dərəcə isti olacaq. Rayonlara gəldikdə isə bəzi yerlərdə arabir yağıntılı olacaq. Dağlıq ərazilərdə qarın yağması gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv xarakterdə olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 17-22 dərəcə isti, dağlarda 0-3 dərəcə isti olacaq. Bəli, əziz tamaşaçılar, amma evdən çıxarkənsə çətirinizi götürməyi unutmayın, çünki bilmək olmaz, hava dəyişə bilər, yağış yağa bilər, odur ki, diqqətli olun. Bəli, Gönül, mən isə sözü yenidən ötürürəm sənə, mən isə studiyaya qayıdıram. Təşəkkür edirəm İlhan.